İmam Ebu Hanife, Allah Teala ona rəhmət etsin, deyir ki, Allah Subhanahu ve Teala səmada da arşın üzərindədir. Kim bu şəkildə etiqad etməz isə, İmam Ebu Hanife deyir, artıq o şəxs küfrə düşmüş olar. Artıq o şəxs küfrə düşmüş olar. Hətta İmam Ebu Hanife deyir ki, bir insan desə ki, Allah səmanın üzərindədir, lakin səmanın harda olduğunu biz bilmirik, o insan küfrə düşmüş olar. Bu şəkildə hətta ad və sifətlərdə ən düzgün, ən dəqiq mövqe nümayiş etdirən alimlər, 4 məzhəb alimləri başlarında da İmam Ebu Hanife gəlir. İmam Malik günlərin bir günü dərs keçəndə bir nəfər şəxs içəri daxil olub deyir ki, ey İmam Malik, Allah Teala arşa istiva eləyibmi? Deyir, bəli, istiva eləyib. Deyir, keyfə istava, necə istiva eləyib, necəliyin soruşur. İmam Malik deyir ki, əli istiva'u ma'lumun, istivası məlumdur, bilinir. Kur'an var orada, sünne var orada, məlumdur, bilinir. Vel keyfu mechul, keyfiyyəti məchuldur, bilinmir. Vel imanu bihi vacibun, buna iman gətirmək vacibdir, fərzdir. Ve sualu anhu bid'atun, haramun. Bu haqda sual vermək isə haramdır, bidətdir. Və sən bidətçisən, çıxardın bunu məsciddən. Görürsünüz, İmam Malik'in, Allah Teala ona rəhmət etsin, mövqeyi və demək sözü. Bütün səhabələr, tabiunlar, alimlər bax belə olub. Sonradan ortaya çıxan əşarilərdir, maturidilərdir, ondan sonra hululilərdir və s. və ilaxır, hamısı bunlar özlərindən şərhlər gətiriblər, özlərindən izahlar gətiriblər və ən xoşa gəlməz hal bilirsinizmi nədir? Əhl-i sünnə vəl cəmaatın mövqeyin, Əhl-i sünnə vəl cəmaatın rəyin bunların rəyi olaraq, bunların mövqeyi olaraq söyləyiblər. Yəni İmam Maturidi nə deyirsə, Əhl-i sünnə vəl cəmaatın mövqeyi odur. İmam Aşari nə deyirsə, Əhl-i sünnə vəl cəmaatın mövqeyi odur. Xeyr, belə deyil. Onlar hamısı Əhl-i sünnə vəl cəmaatdan 200 il, 300 il, 400 il dünyaya gəliblər. Aydındır? Onlar həyatda olmamışdan 300 il qabaq Əhl-i sünnə vəl cəmaat var idi. Rasul sallallahu aleyhi və səlləm var idi. Səhabələr var idi. Tabiunlar var idi. Ətbə'u tabiunlar var idi. Hasanul Basrilər, Abdullah ibn Mübarəklər, Fudeyl ibn İyadlar, hamısı var idi. İmam Ebu Hanife var idi. İmam Şafi var idi. İmam Malik var idi. İmam Sufyan el-Thawri var idi. Hamısı var idi. Hamısı var idi. Onlar hamısı özü də Quran və sünnədən çox uzaq şəhərlərdə, yəni Məkkə, Mədinə, bu kimi elmlərin mərkəzlərində yox, tamamilə uzaq bir yerlərdə dünyaya gəliblər 3 əsr, 4 əsr sonra. Heç müəllimləri də Əhl-i sünnə vəl cəmaatdan olmayıb. Deyək ki, müəllimləri Əhl-i sünnə vəl cəmaatdan olub, özləri səhv oldu. Xeyr, müəllimləri də kimlər olub? Kulləbilər, filosoflar, aydındır, hülulilər, bax bunlar olub. Ona görə həqiqi Əhl-i sünnə vəl cəmaa səhabələrdir. Əbu Bakr, Ömər, Osman, Əli, Abdullah ibn Abbasdır. Həqiqi Əhl-i sünnə vəl cəmaa tabiunlardır. Hasan el-Basrilər, İmam Mücahidlər və s. Həqiqi Əhl-i sünnə vəl cəmaa ətba'u tabiunlardır. Həqiqi Əhl-i sünnə vəl cəmaa İmam Ebu Hanife, İmam Şafi, İmam Əhməd, İmam Malik və Sufyan el-Thawrilər, Sufyan ibn Uyeyyə, bax bunlardır. Aydındır. Ve aleykümselam ve rahmetullahi ve berekatuh. Allah subhanahu teala sizlere bereket versin. Uza Allah sizleri hayırlarla mükafatlandırsın. En birinci kardeşimiz delil getirsin bize. Allah Teala'nın sıfatları hakkında olan ayelerin müteşabih ayı olması hakkında. Qoy bize delil getirsin Kur'an-ı Kerim'den. Qoy bize delil getirsin Resul sallallahu aleyhi ve sellemin sünnesinden. Qoy bize delil getirsin sahabelerden. Qoy bizə dəlil gətirsin tabiunlardan, qoy bizə dəlil gətirsin İmam Ebu Hanifədən, İmam Şafidən, İmam Əhməddən, İmam Malikdən ki, Allah subhanahu taalanın sifətləri haqqında olan ayələr mütəşabih ayələrdir. Aydındır? Bax, buna dəlil gətirsin. Bu bir. İkinci, Allah subhanahu və taalanın gözəl adlarının olması, uca sifətlərinin olması hamısı bizə Quran, sünnə ilə sabitdir. Quran, sünnə ilə Allah Teala'nın bütün adları sabitdir, ispat olunur.
Quran sünnə ilə Allah Subhanahu taalanın bütün sifətləri sabitdir, isbat olunur. Əhl-i sünnə vəl cəmaada Allah Taalanın özü haqqında olan bütün adlarına etiqad edib inanır ki, hamısı gözəl adlardır, hamısına iman gətirir. Əhl-i sünnə vəl cəmaa Allah Subhanahu taalanın bütün sifətləri haqqında inanıb etiqad edir ki, hamısı uca sifətlərdir, hamısı kamillik sifətləridir, heç biri nöqsan və naqislik sifətləri deyildir. Bu sifətlərə, bu adlara iman gətirib etiqad edəndə inanıb etiqad edir ki, heç birini inkar eləmək olmaz. Heç birini danmaq, yalan saymaq, inkar eləmək olmaz. Bu bir. İkinci, heç birinə özümüzdən məna, özümüzdən izah, ay nə bilim bu möhkəmdir, ay nə bilim bu mütəşabihdir, ay nə bilim burada qüdrət həlidir, ay nə bilim burada Allah gəlməyəcək, onun hökmü gələcək, Allah gəlməyəcək, onun rəhməti gələcək deyə bilmərik, demirik. Çünki məsləhət olsaydı Allah Taala deyərdi ki, və cəə rabbuka əvəzinə və cəə rəhmətu rabbika deyərdi. Rəbbiniz gələcək əvəzinə, Rəbbinizin rəhməti gələcək. Yadullahi əvəzinə deyərdi ki, yadu qudratullahi, Allahın qüdrət əli onların üzərində də aydındır, demədi. Dedi yadullah. Və cəə rabbuka Ər-Rəhmənu aləl arş istəvə, belə dedi. Əhl-i sünnə vəl cəmaada necə gəlib o şəkildə inanır, etiqad edir və isbat edir. Sonra əhl-i sünnə vəl cəmaa özündən məna vermir, özündən izah vermir. Demir ki, bu ayələr möhkəm ayələr deyil, mütəşabih ayələrdir. Əhl-i sünnə vəl cəmaa bənzətmir. Allah Subhanahu taalanın sifətləri haqqında demir ki, bəli, Allah Taalanın sifətləri var, məxluqatın sifətləri kimi. Məxluq necədirsə sifətcə Allah Taala da elədir. Haşa, bunu əhl-i sünnə vəl cəmaa demir. Yəni əhl-i sünnə vəl cəmaa Allahın əli var deyəndə, bəli, əli var, məxluqun əli kimi demir. İnsanın əli kimi, qarışqan əli, filan kimi demir. Aydındır, belə demir. Əhl-i sünnə vəl cəmaa deyir, Allahın əli var, biz buna inanırıq, etiqad edirik, özünə layiq olan tərzdə. Öz əzəmətinə layiq olan tərzdə. Eləcə də əhl-i sünnə vəl cəmaa bu sifətləri bənzətmir, oxşatmır. Aydındır. Bax, bütün səhabələrin, tabiunların, İmam Əbu Hanifənin, İmam Malikin, İmam Şafinin, İmam Əhmədin və onların tələbələrinin hamısının inancı və etiqadı, bax belə, qoy o qardaş bizə İmam Əbu Hanifədən, İmam Əbu Yusufdan, İmam Züfərdən, bax onlardan dəlil gətirsin. İmam Muhammeddən dəlil gətirsin ki, istiva mənası istəvlə olub. Aydındır. Və yaxud da Allahın məci sifətinin mənası məci'ur rəhmə olub, rəhmətinin gəlməsi və yaxud da məci'ul hukm olub, hökmünün gəlməsi olub. Qoy onlardan bizə dəlil gətirsin. Qoy Abdullah ibn Abbasdan dəlil gətirsin. Abdullah ibn Ömərdən, Əbu Hureyradan, Əlidən, Həsəndən, Hüseyndən dəlil gətirsin. Onlardan dəlil gətirsin. Bax, o zaman qəbul olunur. Yoxsa ki, qeyrisinin sözü Quran və sünnəyə əks müxalif, səhabələrin əks müxalif olanda qəbul olunmur və rədd olunur. Necə ki, Allah Subhanahu taala bu haqqda Quran-ı Kərimdə neçə-neçə ayələrdə buyurur, neçə-neçə hədislər var bu haqqda. Allah Taala ən doğrusunu, ən gözəlini bilir. Həqiqətən maturidilər, aşarilər, kulləbilər, mötəzilələr yeganə toplumlar, yeganə cəmaatlardır ki, öz rəblərinin sifətlərin, öz rəblərinin adların inkar eləməyə çalışırlar. Danmağa çalışırlar. Mötəzilələr bunu açıq-aşkar sözlə söyləyirlər. Allahın adları var, amma sifətləri yoxdur. Aşarilər və maturidilər isə bunu dolayısı yolla eləyirlər. Yəni, sifətləri təhrif edərək, özlərindən məna verərək bunu edirlər. Lakin hamısı eyni şeydir. Hamısı nəticədə gəlir, eyni yolda birləşir, ad və sifətləri inkar eləmək. Yəni, insan Rəbbini alçaldarmı, naqisləşdirərmi? Ha? Sən necə ola bilər ki, Allah Subhanahu və Taala'nın özü haqqında demədiyi bir şey onun haqqında deyirsən? Özü haqqında söyləmədiyi bir şeyi onun haqqında söyləyirsən? Gərək insan Allahdan qorxsun, Allahdan həya eləsin. Quranda, sünnədə necə gəlibsə, o şəkildə qəbul etsin. Allah Taala əgər özü haqqında mən qiyamət günü gələcəm, mənim əlim Allah onların əlinin üzərindədir, mən Adəmi iki əlimlə yaratdım deyirsə, bunu həqiqi əhl-i sünnə vəl cəmaa eşidib iman gətirib təslim olmalıdır.
Aydındır. İşte bir iman gətirib təslim olmaq da o demək deyil ki, bənzətməlisən özündən keyfiyyət. Xeyr. Necə gəlib Allah həmd olsun eşidib iman gətirib təslim olmalıyıq. Yəni bu o biri dinlərdə bax bu şey yoxdur. Bir dənə Yahudilikdə var. Yahudilikdə var. Onlar məhz Allahın özü haqqında olan sifətlərin danıb inkar eləyirlərdi. Danıb inkar eləyirlərdi. Və bu Yahudilik Cəhm ibn Safvan Yahudi əsilli idi. Cəhm ibn Safvan Cəhmiyyə firqəsindən də bax bu firqələr törənə gəlib müasir Aşari Maturidi formasını aldılar. Ona görə də insan gərək Allahdan qorxsun. Allah Subhanahu taala özü haqqında dedi ki, Muhammed sallallahu əleyhi və səlləmin Allah haqqında dedi ki, bax bu Nassara iman gətirib etiqad edir. Bu cür insanlara baxan zaman görürük ki, təkcə ad və sifətləri yox, hətta başqa məsələlərdə də, ibadətdə də, furuatda da, orucda da, namazda da hədisləri inkar edib qəbul etmirlər. Adi namazın özündə baxırsan ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin özünün necə namaz qılması hamısı gəlib, necə barmağına baxmasına qədər hər şey, saqqalı oxuyanda dəbərirdi, hər şey gəlib. Lakin bu tayfalar özlərindən namaz icad edirlər, özlərindən namaz düzəldirlər və sonra da bunu mötəbərləşdirmək üçün isnad edirlər, dayandırırlar Muhammed sallallahu əleyhi və səlləmə və onun sünnəsinə. Xeyr, belə deyil. Siz onlar özünüzdən çıxarmısınız, necə ki o biri fikirləriniz özünüzdən çıxardığınız kimi və başlayırsınız ona uyğun Quran və sünnədən dəlil axtarmaq. Halbuki həqiqi əhl-i sünnə vəl cəma elə olmur. Həqiqi əhl-i sünnə vəl cəma Qurana baxır, sünnəyə baxır, sahabələrə baxır, ondan sonra başlayır hökm çıxardır və ondan güc çatdığı qədər əməl etmir. Amma bidət əhli hökm çıxardır, əməl də eləyir, sonra öz aralarında yox öz aralarında oturanda yox. Elə ki qabaqlarına bir əhl-i sünnə vəl cəma çıxır, sələfi çıxır, başlayır ona dəlil göstərməyə, güya sanki bu dəlil. Xeyr, bu belə deyil. Yəni bu təkcə Aşari Maturidiləridir. Xavarizlərdə də belədir, hizblərdə də belədir, ixvanlarda və digər firqələrdə də belədir. Allah Taala bizi onların halına düşməkdən qorusun.